kişi var ki 35, 40, 45, 50 yaşında hərəkətlərinə baxsan özün uşaq kimi apar. Əsl idmançı sayılıb seçilən, özünü hörmət edən idmançı başqa idmançılara söz atmaz. Mənə o qədər eləncə psixoloq təklif ediblər ki, məni geriyə gətirilməyim, insanların böyləsi nə qədər insana qıcıq yaratdı. O vaxtı dəstək olan, ən böyük dəstək olan 2 nəfərdir. Yardım eləmək niyə göstərirsən, niyə göstərdin və nəticəsində nə oldu? Sevinirəm ki, mən kasıb olmuşam. Dedim, Tünzar xanım, gəlin arıqlayın da, biz sizə şərait yaradaq. Siz gəlin arıqlayın, sizə lazımdır sağlamlığınıza görə. Dedi ki, hə, yaxşı Kamil, gələcəm. Mənim Səhnə Adamı verilişinin qonağı bu dəfə yəqin ki, show biznes əhli olacaq. Təbii ki, show biznes əhlidir, təbii ki, məşhurdur, təbii ki, sevilir, seçilir. Amma bugünkü qonağım tanınmış idmançı, məşqçi Kamil Zeynalovidir. Buyurun Kamil. Çox sağ olun. Elə gözəl təqdim elədiniz mənə. Özümü sevmək istədim. Yenidən təşəkkür edirəm xoş sözlərinizə görə. Siz danışırsınız, mənim gözüm qabağında hər şey canlanır. Yəni, hər bir şey bilsəm də dediyinizi, hər şey şükür Allaha bu günə öz yerindədir, qaydasındadır. Siz danışırsınız, mən hər şeyi canlandırıram. Çox sağ olsun millətimiz, dövlətimiz, dəyər verən də, dəyər verməyən də. Hər insan sevilə bilməz, hər kəs sevə də bilməz bir şəxsi. Ona görə də dünyanın arasına geçsək deyirik ki, öz ölkəmizə də qurban olaq, ən gözəli öz ölkəmizdir və millətinin pisinə də, yaxşısına da, sevənə də, sevməyənə də Allah can sağlığı versin. Xalq bir mənalı şəkildə qəbul etdi və Kamil Zeynalov deyəndə artıq ikinci təqdimata ehtiyac yoxdur. Kim necə düşünür, kim məni necə görür, elə də. Ona görə sizə təşəkkür edirik, çox sağ olun. İlk sualım belə vardı Kamil bəy, boyunuz və şəkliniz? Boyum 1.82-dir, çəkim də ki, hal-hazırda 108 kiloyum. Bəs özgüvəniniz necə? Özgüvənim həmişə kimi özü, fərqi yoxdur, çəkimdən boyundan asılı olmayaraq insan özgüvəni olmalıdır. Çünki mən özgüvənim var deyənə hər bir işə, məsəl üçün deyim, indi demək, belə yeri olmasa da sualım deyim, özgüvənim pandemiyada oldu. Özümə güvəndim, atıldım ortaya və ondan sonra insanlar içində, cəmiyyət içində yardımlaşma başladı mənimlə. Müharibə başladı, vətəndaş olaraq yardımlaşmaya başladım, özgüvən olaraq başladım ona, ondan sonra başladı. Özgüvən olaraq qarşıma məqsəd qoydum ki, mən bodybuilding üzrə öz sahəmdə, öz kateqoriyamda çempion olacam və çempion oldum. Və əlimi hansı işə atıramsa özgüvənimlə atıram deyənə hər bir şeyin öhdəsində rahatçılıqla gəlirəm. Siz bunun fərqindəsiniz ki, ilklərə imza atırsınız. Bəli. Yəni düzdür, sizə qarşı anti-reklamlar, gözdən salma istəkləri, amma bunların heç biri, yəni ki, sözün kəsəri olmalıdır. O söz öz kəsərini tapmadı. Baxır sözü kim deyir? Kamil Zeynalov trener idi. Bəli. Zalların birində dərs keçirdi, amma ona dəstək olan bir insan oldu. Siz o adı çəkə bilərsiniz. Deməli, mənə o vaxtı dəstək olan, ən böyük dəstək olan 2 nəfərdir. Biri ATV-də çalışırdı, Samir Bayramlı. Biri də Tünzayla bacı, Toppuş bacı. Bunlar ikisi mənə çox böyük dəstək olmuşdular. Samirə mən məşq keçirdim o vaxtı və sonradan fikirləşdi ki, mənim verilişim var. Verilişin adı Bizdən Sizə idi. Sonra Dilarə xanım var. Dilarə xanımla bir yerdə apardı. Bu hal-hazırda Çalçağrı verilişindəki Dilarə xanım yox, başqa bir Dilarə var idi. Onunla bərabər. Sonra onlar Samir dedi ki, belə bir rubrika düşünürəm ki, mən hər həftə bir tanınmışı gətirim sənin yanına məşqə zala. Biz onlarla sorğu-sual eləyək, sən məşqini keç. Elə rubrika. Eləncə rubrika başladı, elədi. Hardasa 1 ilə yaxın getdi o. 8 ay 1 ilə yaxın getdi. O da məsələn maraqlı oldu mənim tanınmağımda. Verilişlərin birində Samir tanınmışlardan gətirəndə zala bir dəfə də Tünzara xanım gətirdi Topuş bacını. Ona Topuş bacının çəkisi 170 kiloqram idi. Və gəldi çəkiliş elədi, biraz dedik, güldük, zarafat, söhbətimiz üstə düşdü. Dedim, Tünzar xanım, gəlin arıqlayın da, biz sizə şərait yaradaq. Siz gəlin arıqlayın, sizə lazımdır sağlamlığınıza görə. Dedi ki, hə, yaxşı Kamil, gələcəm. Gələcəm dedi, sabah günü gəldi. Və gəldi, o vaxt pəhrizlə saxlayırdı, ciddi pəhriz saxlayırdı. Pəhrizlə yanaşı idmanımızdan 68-70 kilo çəkatdı 6 ay ərzində. Sizin sayənizdə. Mənim sayəmdən əlavə diyetolog da var idi orada və öz iradəsi də var idi. Mən ola bilər, mən məşq keçə bilərəm,
Amma bir insan keçib qıraqda yeməyini, içməyinə fikir verməyəcəksə, yəni bu mümkün olan bir şey deyil. Və o vaxtda da bir kanalda səhər veriliş aparırdı. Səhər verilişində də mətbəx rubrikası var idi. 1 saatlıq veriliş bununki idi. Rubrika deyildi, veriliş idi. 1 saatlıq orada yemək bişirirdi. Aşpazla bərabər veriliş aparırdı. Deməli, həmişə idman oradan çıxırdı, gəlirdi idmana. Hər gün çəkisi bunun yarım kilo, 1 kilo gedirdi. Yarım kilo, 1 kilo gedirdi. Kiloya. Hər gün də verilişdə danışırdı ki, əziz xanımlar, arıqlamaq istəyirsə buyurun gəlin Kamilin yanına. Mən Kamilin yanından gəlirəm idmandan və yaxud da gedəcəm buradan çıxıb belə arıqlayıram və xanımlara da idmanı sevdirdi o arıqlamağı ilə. Və insanlara göstərdi ki, yəni o vaxtı bizdə xanımlar elə çox idmana getmirdilər. Zallar da o deyildi, çox deyildi, az idi. O vaxt deyəndə biz danışaq 2008-ci ilin söhbəti, 2009, 2008-in söhbətin, 15-16 ilin söhbətin. Onda zallar az idi və xanımlar elə çox idman getmirdilər, gəlmirdilər, amma gedənlər də var idi və Tünzalə xanım sayəsində xanımlar arıqlamağını görürdülər. Hər gün şam kimi əriyirdi. Veriliş apara arıqlayırdı, cəmaət də bunu görürdülər də. Və hər verişdə də məndən danışırdı. Və insanları cəlb elədi zala, arıqlamağa. Amma ən çox da sənətçilər cəlb olundu. Həmin dövrdə sənətçilərin bir bədən quruluşu formalaşdı. Onda hamısı mənim yanıma gəldilər, bəli. Bütün hamısı gəlirdi. Mənim yanıma deyəndə belə pis çıxmasın, bizə gəlir, zala gəldilər. Mən o zaman da Olimpik Starda çalışırdım. Olimpik Star rəhbərliyində salamlayıram. Onlar şərait yaratmışdılar ki, tanınmışlardan kimlər gəlsə, yəni buyurub gəlsinlər, həm reklamımızı eləsinlər, həm də məşqlərini eləsinlər. Biz orada hər şərait yaradıq. Elə həm fitnesi insanlara aşılamağa başladıq. Həvəsləndirib, sevdirməyə başladıq. Fitness zalları da ondan sonra çoxaldı. Mən deyirəm ki, o fitnesi mən gətirdim. Xeyr, fitnesi mən gətirməmişəm. Fitness var idi. Sadəcə yatmışdı fitness. Onu mən öz brendim kimi insanlara təqdim elədim və ondan sonra daha çox sevilməyə başladı bu idman. Tanınmağa başladı. Zalların açılmağı səbəb olduq. Görürdülər ki, fitness zal o qədər müştəri gəlirdi ki, baxırdı ki, məsələsinin bir iş adamına baxardı ki, gör nə qədər adam var burada, gedim mən də asım. Gedib asırdılar, düzdür, çoxsu tutmurdu, 10 nəfər asırdısa 8-i yandırırdı bu işdə, yəni alınmırdı. Məsləhətsiz edirdilər, görürdü insanlar çoxdur, yəqin mən də zalı yığacam, açacam, yenə bu qədər adam gələcək, amma fikirləşmirdi ki, işlədəndən çox şey asıldı. Amma şükür Allaha hər şey öz yerində. Siz bu sahəni belə deyək də çox inkişaf etdirdiniz. Bir sizin idmanla bağlı məncə daha öncələr belə deyək də sizin idmanla bağlı bir asıllığınız olmayıb, yəni dərəcəniz olmayıb. Adi özünüz məşq etmisiniz və idmana başlamısınız. Və bu sizə necə alındı? Mən uşaqlıqdan futbolla məşğul olmuşam. Amma sizdə bir idmançı faktorası var. Bəli. Uşaqlıqdan mən futbolla, idmanla məşğul olmuşam. Kickboksla da məşğul olmuşam, futbolla məşğul olmuşam. Yəni idmanın içində olmuşam. Sonradan mən 16 yaşımda futbolda zədə aldım. Qaynas topundan böyük bir zədə aldım. Sonra 6 ay futboldan uzaqlaşdım. Onda professionallığa doğru addım atmışdım. Artıq bir neçə ay imza atacaqdım. Sonra ayağımı zədələdilər. Zədəli başladım öz üzərimdə işləməyə, fitnessdə. Yəni qaça bilməzdim təbii ki, gedirdim idman zalına, məşq edirdim qola, çiynə, kürəyə və oxuyurdum da. Bu sayənin sirlərini öyrənmək istəyirdim və elə həvəsim artdı bodybuildingə, fitnessə, futbolu o tərəfə 16 yaşında keçdim, 17 yaşımdan bu sahəyə artıq mənim o siyədəşim 20 ildir mən bu idmanın içindəyəm. Sizə bir sual verəcəm. Ədətən idmanla məşğul olanlar sarsıntı, zərbə almış insanlar olur. Onlar çox döyülürlər, gənc uşaq belə deyil, yeniyetmə yaşında. Yəni bir zərbədən sonra deyir mən güclü olacağam. Yəni siz də o dövrdə keçmisiniz yoxsa necə? Bütün məşhur idmançıların, böyük titulu idmançıların bir gəlişi var. Yəni uşaq vaxtı çox zəif olublar, gücsüz olublar. Yəni döyülürlər dostları tərəfindən. Bilirsiniz, hər bir insan idmançının idmana gəlmək bir yolu var, hekayəsi var. Mən sadəcə idmanı sevmişəm. Ola bilər idmanda o qədər, məsələn uşaqda o kickboksla, futbolla məşğul olanda o qədər yıxılmışam, ayaqlarım əzilib, nə bilim, dalaşmışam, döyülmüşəm də. Amma o fakt olaraq döyülmüşəm deyənə mən döyüşə getməyəcəm və yaxud da ki, gedib döyüşü öyrənməliyəm, döyülmüşəm deyənə. Xeyr, insan bu həyat eləncədir ki, döyüşçü də elədir ki, uduzmasan qalib ola bilməzsən. Ona görə də yəni fərqi yoxdur. Məsələn, döyüldün, döyülmədin. Bir insan idmanı sevirsə, orada məğlubiyyətə də hazır olmalıdır, qalibiyyətə də hazır olmalıdır. Mən yəni elə şey fikirləşməmişəm, düzdür. Qabağıma məqsəd qoymuşam ki, mən idmançı olacağam və tanınmış bir idmançı olacağam o vaxtı. Və şükür Allaha, mən fikirləşirdim,
futbol tərəfdən gələ bilərəm, döyüş tərəfdən gələ bilərəm, amma onların heç biri olmadı. Təsadüf fırlandı. Heç gözləmədiyim bodybuildingdə, fitnessdə Azərbaycanda tanınan, seçilən idmançılardan oldu. Çox şükür Allaha. Neçənci ildə qalibiyyətiniz oldu? 2023-ün oktyabrında, oktyabrın 29-unda tam 1 il, 2 ay bundan öncə. Bundan sonra hədəfiniz nədir? Hədəfim yenə istəyərəm yarışlara qatılım. Çünki bizim idman elədir ki, daima üzərində çalışmalısan. Daima. Bədəni formada saxlamaq üçün əzələlərə qulluq lazımdır. Qulluqdan əlavə düzgün qidalanman olmalıdır. Bunları daima nəzarət etməlisən ki, nəticən də yaxşı olsun. Hal-hazırda üzərimdə işləyirəm. Dostum var, məşqçi dostum Nadim Monster ləqəbi. Çox savadlı idmançıdır, məşqçidir və onunla bir yerdə məşq edirəm, onun məsləhətləri ilə. Düzdür, özüm də məşqçiyəm. Nə qədər savadlı olsan da bu idmanda, nə qədər bilikli olsan da həmişə öyrənməyə getməlisən və öyrənirsən hər zamanda. Məsələn, elə şeylər var ki, biz bu günlərim xarici səhifələrə, xarici idmançıların hərəkətlərinə, məşqlərinə baxırıq, oradan texnika götürürük, taktika götürürük bu bodybuildingdə və yaxud da ki, Nadim müəllimdən həmişə məsləhətlər alıram. O çox savadlı oğlandır, çox mərifətli, qanacaqlı, idmanı sevən bir insandır və onunla məsləhətləşirəm. Nəticələr də ki, Allaha şükür, göz qabağında, başım üstündə. Sizə eşitdiyim qədər təklif gəlib, siz getməmisiniz. Hara? Bakıdan uzaq. Mənə Olar elə bir şey, yəni sizi bir idmançı olaraq, yəni başqa bir ölkədə, yəni bu peşəni davam etdirməyə dəvət edir. Hə, olub eləncə, elə bildim ki, əzmətindən sarıblar. Əyləncə olub təbii ki, Avropaya da. Qaydacıq, bildiyim qədər siz qurmansınız, həm də gəzməyi Bəli, sevirəm. çox sevirsiniz. Bəli. Bu nədən qaynaqlanır, təbiəti bu qədər sevməyiniz? Harasınız yəni? Mən özüm Göyçaylıyam. Düz gözümü açıb, nə dağ görmüşəm, nə meşə görmüşəm, nə çay görmüşəm, nəsə də təbiətdən biz Göyçay mərkəzi aran zonasıdır. Quraqlıqdır biraz oralıq, istidir. Amma mən təbiəti vurğunuyam, təbiəti sevirəm. Gedim təbiətdə istirahət edim, dincəlim. Mən o varlı məkanlar, varlı deməkdə belə cəhcəlallı məkanları sevmirəm elə də. Kasıb məkanları sevirəm. Stolu qırıq olsun, taxtadan olsun, qırağı bucağı kulyonkadan bağlan olsun. Bəli, bəli. Orada peç olsun, odun peç olsun və yaxud da köhnə evləri olsun. Mən belə yerlərdə rahatçılıq tapıram. Çünki əgər kəndə gedirsənsə, meşəyə gedirsənsə, dağa gedirsənsə, gedib orada bahalı bir restoranda istirahət eləmək mənə çatmır. Ondan burada da var da Bakıda. Gid burada otur restoranda istirahət elə də. Getdiyin yerdə həmən o kənddə, dağda, meşədə o iyi, o köhnəliyi, o kasıbçılığı hiss eləməlisən. Onda onun mən ləzzətini başqa cür çıxardıram. Ona görə bacardığım qədər də tez-tez. Niyə kasıbçılığı hiss etməlisiniz? Dediniz bu maraqlı bir ifadə buradan çıxdı söz. Bilirsiniz, mən ümumiyyətlə kasıb olmuşam uşaqda, kasıb böyümüşəm. Allaha şükür olsun ki, o kasıbçılığı mənə qismət edib, yaşadıb. Mən sevinirəm ki, mən kasıb olmuşam. Sevinirəm ki, mən o kasıbçılıqdan bu yerə gəlmişəm. İnsan çabalamalıdır. Çabalamalıdır, çıxmalıdır bir yerə. Mən də o günləri sevirəm. O günlər olmasaydı, bu günlər olmazdı. O günlər olmasaydı, bu günlərin qədrini bilməzdim. Bu günlərin qədrini bilib o günlərə baxıram. Keçmişə ki, çox şükür. Həmişə də o günlərlə, xəyallarla yaşayıram ki, hə. Məsəl üçün, dünən dostum deyir ki, Kamil, anamla bir yerdən keçirdik, bir villa gördü anam. Dedi ki, ayda Allah bizə də elə pis oldum ki, bunlar, məsəl üçün, indi hər bir insanın arzusu var da, bəlkə də kiməsə gülmənə gəlir. Bunların özləri, evləri, işləri, yeni tikili binada. Deyir, mamam həmişə istəyir ki, bizim villada yox, yəni 2 mərtəbəli, 3 mərtəbəli həyət evimiz olsun. Deyir, anam dedi ki, Allah bizə də qismət eləsin. Dedim, qardaş, Allah qismət eləsin də, niyə eləməsin ki? Sən bir hərəkətdə ol, sən bir davran ki, Allah qismət eləsin də. Mən də sizin kimi, anamla o vaxt kasıb olanda, İnqilab, köhnə İnqilab indi Həsən Əliyev küçəsində, ümumi o şəhid deyirlər də, bir həyətdə bir 10 nəfər, 15 nəfər yaşayırdı və orada villalar çox daladır. Teymur Əliyev tərəfdə, Teymur Əliyev küçəsi tərəfdə. Axşamlar anamla çıxırdıq evlərə bax belə, ağzımıza ayıraq belə baxırdıq. Ay Allah, nə gözəl. Allah bizə də qismət eləsin, Allah bizə də qismət eləsin. Həmişə o söz deyirdi ki, Allah yəsinə, sahibinə qismət eləsin, sağlıqlarına qismət olsun. Kiminsə durub malını, mülkünü, onu necə tikib, necə qazanır, ay bu nətər ki, belə şeylər biz fikirləşməmiş. Həmişə ürəyimiz, qəlbimiz təmiz olub anamla. Mən demişəm,
Kimin nəyi var özünə qismət, Allah mənə də qismət eləsin. Təbii ki, ağlımla qismət eləsin. Ağlımız işlədib hər bir şeyin öhdəsindən şükür Allaha yavaş-yavaş gəlmişik. Anamıza buradan salam diləyik. Çox gözəl anamız var. Allah ona sağlık. Amin. Amin. Nə arzularınız varsa, yararsın. Amin. Arzu dediniz və insanlıq dediniz, böyük ürəkdən dediniz. Sizdə bir uşaqlıq var. Mən sizi böyümüş kimi görə bilmirəm kəndimi. Yəni, o da təbii ki, yəqin ki, ailə mühitindəndir. Valideynin bir evladı böyütməyindəndir. Gözlərinizdəki sağlıq, görüşünüzdəki masumluq. Yəni, əslində belə görünüşünüz qorxuludur, idmançısınız. Amma o deyiləm. Amma daşıdığınız bir böyük... Amma görüntü tam o deyil. O deyil, çox kövrək insan. İnsan, yəni, xarici görünüş mənasında başa düşülmür. O insanın insani keyfiyyətləri, sizdə o insani keyfiyyətlər yüksək dərəcədə. Yəni, bir insanın simasında nuru, yəni, baxışları, görüşü. Yəqin ki, bu valideynin aşıladığı bir tərbiyyədir. Təbii ki, 100% eləncənədir. Bir də ki, insan bilirsiniz nə qədər valideyn, bugünkü gün o qədər əziyyət çəkən valideynlər var ki, amma ki, əziyyətləri hədər gedir. Övladları naxələf çıxır. Baxırlar, deyirlər ki, mən də övladıma tərbiyə vermişəm, yetişdirmişəm, nə istəyir almışam, nə istəyir pişirmişəm, yedizdirmişəm, gəzdirmişəm, amma axırı naxələf çıxıb. Yəni, belə övladlar da var. Amma insanın gərək bilirsin necədir? Öz düşüncəsi, ağlı olsun. Fərqi yoxdur yaşından, başından asılı olmayan. Uşaq var ki, 15 yaşı var, 16 yaşı var, özün yetişkən böyük bir kişi kimi aparır. Kişi var ki, 35, 40, 45, 50 yaşında hərəkətlərinə baxsan özün uşaq kimi aparır. Yəni, bunun yaşa-başa adəti yoxdur. O uşaq da, məsələn, mən uşaq olanda qabağıma məqsəd qoymuşam ki, mən anamın əziyyətlərini görmüşəm, demişəm ki, heç vaxt mən pis yolda olmayacam. Mənim ətrafımda narkoman da olub, nəşəxor da olub, alkaşı da olub, oğurçusu da olub, nə bilim, avarası da olub, hər cür insanlar olub. Amma onların içindən həmişə mən təmiz çıxmışam. Heç vaxt siqaret çəkməmişəm ki, mənə o qədər eləncənə pis yola təklif ediblər ki, gəl, məsələn, bunun dadına bax, amma demişəm, mümkün deyil. Mən heç vaxt bunlardan istifadə eləməyəcəm və mən böyüyəcəm, qabağıma məqsəd qoymuşam. Yəni, bu mənim öz ağlımla olub da. Yəni, orada mən onun dadına da baxa bilərdim, o narkotikin, siqaretin də, digər nələrinsə, həyatımı aza bilərdim, istədiyim kimi yaşaya bilərdim da. Amma sonrası istədiyim kimi olmayacaqdı, uçurumdan aşağı gedəcəkdim. Yəni, siz də elə dərin düşünürdünüz, yoxsa qarşınızda ananızın... Yox, təbii ki, yox. Qarşımda anam var idi gözümün qabağında və onun əziyyətləri və əziyyətlərimiz var idi. Və də demişdim ki, yəni mən özüm fikirləşmişdim ki, yəni deyirəm, o insan nə qədər tərbiyə verir övladına, naxələf çıxır övlad. Özüm fikirləşmişdim ki, mən qabağıma məqsəd qoymuşdum. Bir mühüm bir insan olacam, ağıllı bir insan olacam. Düzdür, sinifdə qalmışam, orta məktəbdə, düz əməlli oxumamışam. Onun bir ucunda kasıbçılıq olub, bir ucunda orada-burada işləməyim, dərsləri hazırlaya bilməməyim, dərslərimi, kitablarımı ala bilməməyim olub. Bir ucunda nə bilim, nələr. Bir tərəfdən də mən bağlı insan olmuşam sinif yoldaşlarıma. Məktəbdən deyiblər ki, ya çıxacaqsan, ya da sinifdə qalacaqsan. 5 il qalmışsınız. Hə. Ya qalacaqsan, ya çıxacaqsan. Mən də o uşaqlara o qədər çox istəyirdim ki, onlardan ayrıla bilmirdim. Sinifdə qalmağa razı idim, amma hər saat, hər dəqiqə mən onları görüm, yaxın olum onlara. Çıxmırdım, qalırdım mən. Onlar məktəbi qutardılar, getdilər, əskər gedib gəldilər. İnstitutu qutardılar, kamilələr orta məktəbdə. Amma Allaha şükür, yeni işlərindən, yəni indi Salih seslərindən, sinif yoldaşlarından biri, 5-də birincisi mən oldum. Geridən gəldim, o sözlərə razqomu götürüb getdi. Yəni mən həmişə qabağıma məqsəd qoymuşam uşaqlıqdan ki, mən bunu eləməliyəm də, yəni yaxşı bir yerə Allahın izni ilə getməliyəm, çıxmalıyam. Allahın izindən də əlavə öz ağlımla. Allah izin verib təbii ki, niyə izin verib? Mənim başıma ağıllı beyin qoyub, baş qoyub, sağlam ruh verib, mən göndərib yerə ki, get necə istəyirsən, yaşa. Yaşamağını, yaşayışını özün seç. Mən də öz yaşayışımı seçmişəm, qabağıma məqsəd qoyub. Hər oxuyan alim ola bilməz, hər idmana gedən idmançı ola bilməz, hər nə bilim kimlərsə nələr ola bilməz. Yəni həyatda deyirlər şans da ola bilər, gətirə bilər. Şans da nədir? O yolu düzgün getməlisən. Yol ayrıcıları var,
yolu düzgün tapmalısan. Şans odur ki, ağlını işlətməlisən. Kamil Zeynallı yəni hər şeyi birdən əldən etməyib. Çox çətinliklər olub, mübarizə aparıb. Elə Bəli. bugün özündə də yəni gözü götürənlər də var, belə deyək, Borodinlə qısqananlar da var. Yəni çox arxaya düşməyini istəyənlər də var və çox qarşısında maneələr var ki, deyərdim Allah qoruyursa onları keçirsiniz. Hə, həyat onsuz da mübarizədir da. Həyat mübarizədir. Hər yaş bir mübarizədir. Hər bir dəfə keçidlərdə sizə bir zərbə olanda, biraz sınmalar da ola biləndə siz nə edərdiniz? Yəni motivasiyanız nə oldu? yəni üstörtülü desək, nə qədər bu yardımlar olsun, pandemiya, müharibə zamanı və yaxud digər yəni nə qədər həbs olmuşam, heç vaxt pis olmamışam. Nəyə görə? Pis şey üzərində həbs olmamışam axı mən ki, pis olum. Nəyə görə? Mənim işim, əməlim, hərəkətim hər kəs görüb, hər kəs şahid və yaxşı bir işin üstünə mən həbs olmuşam və həbs olunanda da nə idi söhbət? İndi çox adam pərdə arxasında bilmir, danışır. Mən demirəm, o çərçivədən çıxmışdım deyənə sözümlə. Ona görə mən də narazılıq bildirməmişəm heç vaxt. Demişəm, dövlətim sağ olsun. Qanundur, bəli, dövlətimiz sağ olsun. Heç kim məni incitməyib, heç kim məni döyməyib, heç kim məni söyməyib, heç kim məni təhqir eləməyib. Özümdən də asılıdır. Hara gedirsinizsə fərqi yoxdur. Hansı bir qurum olsun, harasa bir mərkəz olsun, hara gedirsənsə oranın ab-havasına görə hamımız hərəkət edirik. Adi banka gedəndə görsən sakitçilikdir orada və yaxud da harasa gedəndə hər yerdə səs-küydirsə, market səs-küydür və yaxud digər yer sakitçilikdir. Bu mənim başıma gələn işlərdə də hamısında oranın ab-havası nədirsə, qayda-qanun nədirsə, ona uyğun hərəkətimi eləmişəm. Bir addım qabağa atmamışam ki, həm beləncə nə bilim. Xeyr, dövlətin evinə girib, dövlətin yerinə girib sən orada nə edə bilərsən? Mən elə istədim bugün aydınlıq gətirim. Yəni sizi dəvət etmədən öncə sizin reportajları çox izlədim. Yəni bəzi aparıcılar tərəfindən tənqidlər, nə bilim biraz üstündən getmələr falan. Yəni bunlar xalqa da bir müraciət kimi ki, yəni hər insanın başına iş gələr. Biri var ki, bir əməllərin tərəziyə qoyulması, yaxşılığa görə o baxımdan dedim ki, bəlkə sizi incidə bilər ki, etdiyiniz yüksək belə deyək ki, insani əməldir. Hər birimiz insanıq, amma adam kimi adam, hər kəs adam ola bilmir. Yəni Kamil Zeynallı sözü deyir, tanınmaq azaddır. Bəli. Amma sevilib tanınmaq hər adama qismət olmur. Bu gün Azərbaycanda çoxlu tanınmışlar var. Həm siyasətdə, hər idmanda, həm müğənnilər arası, sənətkarlar arasında, aktyorlar, aktrisalar arasında və digər sahə həkimlər arasında hər sahədə tanınmış insanlar çoxdur. Tanınmış insan ola bilərsən. Sevilmək əsas odur. Əsas odur, sevilib tanınmaq. Bəli, sevilib. Bu da insan sevilib tanınanda çox insana təsir edir. Çox insana iynə batır. Çox insan paxıllığını çəkir. Sizin o durumlarda necə? Analar oğul oğul deməz, sizə oğul deyir. Qardaş deməz, qardaş deyirlər. Gözü götürməyənlər təbii ki... Yaxşı bir şeydir əslində. İnsanın nə qədər... Mən heç vaxt qarşıya getmək bilirsiniz, mən heç vaxt kimlərsə prinsip aparmamışam da. Yəni həyatım necə var, addımı atmışam, həyatımı yaşamışam özüm üçün. Qabağıma məqsəd qoyma eləmişəm. Mən onları da yaxşı görürəm, o pahalı insanları, gözü götürməyənləri. Adi mən Rusiyada həbs olunub qaydanda 99% insanlar mənə qarşı dua edirdi, xoş sözlər deyirdi, qurbanlar kəsilmişdi. Bəlkə də bir... Hər kəs qorxmuşdu. Hər kəs həyəcan keçirmişdi, qorxmuşlar mənə görə. Yəni dövlətimiz sağ olsun, onların siyasəti və gücü sayəsində məni qaytardılar ölkəmə, ailəmə. Və 1% istəməyənləri çox rahatçılıqla gördüm mən. Məsəl üçün, o müsahibələr danışırdılar mənim haqqımda, müsahibələr verirdilər. Özləri oturdular 2 nəfər, 3 nəfər, 1 nəfər sosial şəbəkədə söhbətlər edirdilər. Dırnaq arası jurnalistlər ki, baxsan ki, insanlar yəni necə o paxıllıq, qurtluğun sıraz bilinir də, sıraz baxan kimi bilinir ki, deyir, o kimdə? Mən deyim. Düzdür, mən kiməm ki, mən vətəndaşım da, Azərbaycan vətəndaşıyam mən də. Yəni hər kim olsam da bu qədər 99% insanın duasını, sevgisini qazananın biri insanam. Qısqanclıq, o baxırdım internetdə, ayda məni yıxıb sürürdülər öz aləmlərində. Amma təbii ki, üzbəyiz gəlsələr heç vaxt mənim üzbəyiz ilə danışanmazlar, mən demirəm, qol gücüm var deyən. Yəni, onların işi orada, peşəsi odur ki, arxayla danışmaq, belə şeylər, nə bilim nələrsə, baxırsan ki, deyirlər, Kamil kimlə? Bu bir oyun idi. Bu bir oyun idi. Təsəvvür elə, rəhbərlik qarışan bir işə oyun deyirlər. İnsanlar özlərinə də jurnalist deyirlər.
Gör nə qədər savadsız insanlar var ki, bu çətin bir nətər deyim, dövlət olaraq qalibiyyət oldu da məni göndərəcəkdilər o tərəfə. Axtarışda olan bir insan idim, onlar tərəfinə axtarışa verilmiş bir insan idim. Və məni geriyə gətirilməyim, insanların bu qədəsi nə qədər insana qıcıq yaratdı, nə qədər insanda paxıllıq, nifrət, hiss olunurdu. Yəni, baxan kimi onu mən bilirdim, naxada hiss edirdim ki, belə bir insanlar var. Amma əsas odur ki, yəni bunlar olmalıdır, normaldır. Az öncə dedim də, hər kəs bir insanı sevə bilməz, istəyə bilməz. Zaten hara gedirəm, dünyanın hansı ölkəsinə gedirəmsə, orada yaşayan Azərbaycanlılar məni görəndə, eşidəndə oradayam, görüşürlər, xoş sözlərini deyirlər. Kəndin o başına gedəndə orada yaşayan, dağın başında yaşayan da bir insanın sevgisini, istəyini görürəm. Yəni, bundan artıq həyatda nə ola bilər axı? Allah bu istəyi, bu sevgini, bu hörməti mənə çox görməsin, inşallah. Gözəl bir şeydir. Həyatda var dövlət, hər şey gəlib gedərdi. Dost, tanış, hər kəs gəlib gedərdi. Amma insanın hörməti, sevgisi, yəni bunu hər adam qazana bilməz. Çox şükür olsun Allaha. Alnımızın təri ilə, əziyyətimizlə, yəni arxivdə hər şey var, görmək olur. Göz qabağındadır, Bəli. şəffaflıq, bəli. Həmin belə, yəni siz tez-tez tərəz üzərinə çıxırsınız, çünki idmançısınız. Bəli. Bugün 2 dəfə çıxmışam məsəl üçün. Gün boyu tərəz, yəni keyfiniz artıb azalır. Bəli, artırmağa doğru, mənim rejimim elədir ki, artırmağa doğru gedirik. Bu bir bizim idmanda, bodydə, bodybuildingdə bir taktikadır, texnikadır. Bədəni qurutmamışdan öncə böyüdürük, böyüdəndən sonra da onu quruduruq. Qurudanda əzələ daha biraz çox olsun, böyük olsun bədən. Belə bir şeylər. Ona görə tərəziyə gündə 1-2 dəfə çıxıram, baxıram. Kamil bəy, belə deyək də, sizin ali təhsiliniz yoxdur. Var. Bəli, var. Nasıl məsələsiniz? İdman akademiyasını bitirmişəm. Mən ona keçid etmək istəyirdim ki, sizin dövlət işində, yəni işinizi daha da belə deyək. Birisi dövlət işi də yaxşı bir şeydir. İnsan dövlətə xidmət eləməyə, dövlətdə işləməyə, hansı bir qurumda işləməyə olub, qabaqlar olub. Zaten mən istəməmişəm. Nəyə görə? Bilirsiniz, mən biraz sərbəstliyi sevən insanım. Demirəm, bəlkə gələcəkdə nə ola bilər? Heç vaxt sözü demək olmaz. Heç vaxt düzgün deyil. Nə ola? Hər şey ola bilər, həyatdır. Amma mən daha çox sərbəstliyi sevmişəm, rahatçılığı. Çünki bəzi idmançılardan belə deyək də, tanınmış idmançılardan sizə söz atanlar olub da bu işlə bağlı ki, Kamil Zeynalov çoxsu, yəni bilmirəm, sizi çox aqressiv biri kimi qələmə verirlər, amma mən sizdə aqressiya görmürəm. Yəni neçə illərdir də göz önündə olan bir simasınız, yəni insanlığınızdan, belə deyək, şəxsiyyətinizdən və ən çox da müsahibələriniz falan izlənəndə, yəni bir aqressiyanın, yəni kobudluğun, çox üzr istəyirəm, yəni belə bir ifadələr olub. Yəni ki, o baxımdan bəzi idmançılar Gəzər doğulan bir şeylər var ki, Kamil kimlərsə qısqanır, nailiyyətlərdə uğurlarını qəbul edir. Mən Azərbaycanda bütün tanınmış, sayılıb, seçilən, özünə hörmət edən idmançıların çoxsu ilə mənim münasibətim var. Dostluğun münasibətim var. Sayılıb, seçilən, öndə gedən, özünə hörmət edən idmançılar. Çox deyil, birinci çək, onu yox. Hamısı ilə, mən heç kimi, məsəl üçün deyim də, Həcini görürəm, Həcinin də dəyəri istəyib məndə başqadır, Tofiqin başqadır, Rafaelin, hamısının əldən yapışan bir əl olur ki, onu gözəl tutursunuz. Hamısı ilə mehribanıq. Onlar mənimlə, mən onlarla görüşən, digər idmançılar da hamısı indi çoxdur maşallah. O söz atan idmançılar var, hamısı bilirsiniz gündəmə gəlmək üçün biraz seçilmək istəyirlər, tanınmaq istəyirlər ki, neyniyək? Əsl idmançı, sayılıb seçilən, özünə hörmət edən idmançı başqa idmançılara söz atmaz. İdmanı ilə məşğul olar. Söz atmaq nəyə lazımdır ki, bu sən xanımsan, söz atırsan. Xanımın peşəsidir, söz atsın. Məsəl üçün, hansısa bir xanıma deyirlər. Amma idmançıya da söz atmağı, mən elə şeyə yaxşı baxmıram. O atanlar da olubsa sosial şəbəkədə, onlar da ki, mənim vasitəmlə reklam tutmaq üçündür. Mən də baxanda, qarşıma keçəndə gülüb keçirəm. Yəni, əsəbləşmirəm. Bax, vallahi də, billahi əsəbləşmirəm. Sadəcə gülürəm ki, inşallah siz də sayılıb seçilərsiniz. Ən çox, yəni hansı brendlərdən təklif almısınız? Ünlü brendlərdən? Bilirsiniz, Azərbaycanın öz brendləri var. Yəni qırağa çıxmamaq şərtində. Siz hal-hazırda onun simasısınız. Yəni sizlə kontaktı var ki, başqa, yəni bilirsiniz, sima, mən bir işlə daima sima olmuram. Bir işlə daima sima olsam, onun gəlirim mən biraz çox olmalıdır. Ki, mən simayamsa, başqa bir şeyə reklam eləməli deyiləm.
Sırf bundan məsələn mən onun gəliri məni qane eləməlidir ki, mən başqa bir tərəfə müqabil zaman və başqa bir tərəfə meylənməyim ki, gedim məsələn o reklamı götürüm, bu reklamı götürüm. Ona görə bizdə reklam hələ insanlarda, sahibkarlarda, biznesmenlər tam formalaşmayıb reklam. Bilirsiniz, bir məkana açırlar, 1 milyon, 500 min, 300 min pul xərcləyirlər. O reklama gətirəcəm sözü də, həmən bunu. Amma yəni bu işi, bunu reklam eləmək, bunu tanıtmaq üçün reklam lazımdır. Amma reklama əlləri gəlmir pul verməyə. Ora çatanda artıq bunlar əllərin yumurlar, yumruq olurlar ki, yox. Dostluqla, tanışlıqla, hardansa ki, ya bunu pulsuz eləsinlər, ya da bunun kökündən elə bir pul versinlər ki, elə bir qiymət versinlər ki, yəni bazardıqlara fikirləşmirlər ki, sənin işin bu simalardan və bunların reklamından daha çox gəlir əldə edə bilərsən, bundan asılıdır. Amma ora çatanda çox vaxtı simiclik eləyirlər. Ona görə də siz ki, reklamlardan qazanmırsınız. Qazanıram. Əlbəttə qazanıram. Biləm, məsəl üçün mən işlərimi nə eləmişəmsə, onun 50%-ni, 60%-ni reklamdan gəlirlərimlə. Başqalar bunu görməyən tərəfdə çoxsu bilmirlər ki, siz reklamlardan pul qazanırsınız. Yox, mən onsa zaten mənim sosial şəbəkələrdə, məsələn, Instagram olsun, Facebookda olsun, TikTokda olsun, reklamlar paylaşılır, məkanlar olsun, geyim olsun və yaxud da digər nələrsə olsun, çəkirəm, paylaşıram, göstərirəm. Amma ki, neysə, məsəl üçün, çəkəndə mən onu pul xətrinə də yox, onu mən sınayıram, yoxlayıram. Ondan sonra ki, çünki insanların güvəndiyi bir insanam deyənə, hər nəysə pulla reklam eləməyə fikirləşmirəm. Sizin çox yaxşı dostlarınız var. Yəni, çox şükür. Bilmirəm, təqdimatınız elə gözəldir, yoxsa həqiqətən də gözəl dostluqlar qazanırsınız? Var, bəli, var. Necə əldə etmişsiniz? Var. Mənim çox gözəl dostlarım var, dünyanın hər yerində. Hər yerində. Yəni, onlar sizə dostluq təklif edir, mən belə başa düşürüm. Bilirsiniz, kənardan gəlir. ola bilər, bəli. Onlar mənə dostluq təklif edə bilər. Dünyanın hər yerində mənim dostlarım var. Azərbaycanda da çoxdur mənim. Dost, biz söz gəlişi deyirik, dost. Dost biraz ağır kəlmə, ağır söz. Amma ki, mən bilirsiniz insanam, hər kəsə dost gözü ilə baxıram. Yəni, məndən bir insana zərər ziyan gəlməz. Hansısa bir dostuma, tanışıma, mən o dostumdan istifadə edeyim, bu dostumdan nəsə qoparım, bu dostumu nəsə yaxşı mənada, nədənsə bunun nəyindənsə, mülkündən, işindən, biznesindən istifadə edeyim. Heç vaxt elə bir fikrim olmayıb, elə bir düşüncəm olmayıb deyənə, həmişə mənim ətrafımda dostlarım çox olub. Bir insanı istifadəsi görəndə mən özüm, bir dəfə ki, mən adamdan uzaqlaşırım. Ona görə məndən uzaqlaşmırlar. Məni tanıyan, məni bilən məndən uzaqlaşmır. Mən həmən adamı uzaqlaşdıra bilərəm. Kimisə xətrinə dəyəm, acı danışım, kobud danışım, səhvi olsa da, dostum da olsa acılamıram. Və yaxud sakitçilik çəkilirəm kənara. Uzaqlaşdırıram ya da ki, bir müddət uzaq olam ki, qoy öz səhvini başa düşsün. Mənim soyuqluğumla. Ona görə də məndən heç bir dostuma, tanışma zərər, ziyan gəlməyib deyənə mənim ətrafım, ona görə sağ olsun, dostlarım, tanışlarım çoxdur. Hamısında xətrini çox istəyirəm, ayrı-ayrılıqda. Buradan hamısına da, yəni məni tanıyanla, görüşdüyüm, tanış olduğum, tanış bildiyim hamısına salam söyləyirəm, yaxşı ki, varsınız. O bir sözüm də var, deyirəm ki, bir, iki, üç dost itirmişik, uzaqlaşdırmışıq ətrafımızdan. Yaxşı ki, deyirəm, itirmişik. Yaxşı ki, ikisini itirib, 5-ini qazanmışıq. 5-ini itirib, 50-sini qazanmışıq dostum. Ona görə, heç vaxt itirməyimə görə peşman olmamışam. Bilmişəm ki, itirsəm, bundan yaxşı dostlarım gələcək. Bundan yaxşı tanışlarım olacaq və qismət budur ki, o getməlidir. Ona görə həmişə itirməyimə görə peşman olmamışam. Bilirəm ki, gələn daha yaxşı olacaq. Çünki bugün sizə baxıb dostluğa möhkəmlər var. Yəni o qədər 44 gün müharibədən sonra əhatənizdə çox qazilərlə sizi bir ortamda görürük. Yəni elə başa düşülürdü ki, hər gün, hər saat, hər saniyə bir yerdəsiniz. Dostlarıma nə qədər vaxt ayırırsınız? Dostlarıma vaxt ayırıram. Vaxt olanda. Vaxt olanda hər şeyində öz vaxtı bir şey oturasan boş-boşuna 3 saat, 5 saat oturub və yaxud da lazımsız vaxt keçirmək də düzgün deyil. Oturanda dostunla da 1 saat otur, yarım saat otur, dəyərli otur. Yəni oturasam, mən boş vaxt oturum 3 saat, 5 saat keçirim, sevmirəm.
Oturacam bu dostumla, bu qazi dostumla və digər dostlarımla oturacam. Vaxtında duracam, vaxtında gedəcəm, digər işlərimlə məşğul olacam. Lazımsa onunla 5 saat da oturacam, amma bilim ki, o 5 saat oturmağa dəyər. Yəni, vaxtımız boşa getmir. Boşa nədir? Əlimi belə qoyub stolun üzrə simişka tutup çay da içməyək də. Yəni, oturaq nədənsə bir işlərdən, onun bir xeyrindən danışaq, onu nəysə, mənə nəsə bir maraqlı bir fikir desin, mən ona maraqlı fikir deyim. Ona görə nə qədər lazımsa dostuma vaxt ayırıram, amma dəyərli vaxt keçirmək lazımdır. Düşündüyüm qədər sizin zamanınız məncə hər şeyə yetmir və zaman bölgüsünü necə edirsiniz həyatınızda? Hər şey planla. Planla. Hər bir şey planla edirəm. Hər bir şey. Səhər durub adi səhər yeməyimi də saatında edirəm. Səhər yeməyindən sonra yarım saat 45 dəqiqə dincəlmək də planlandı. O dincəlməkdən sonra məşqim də saatla planlandı. Məşqdən sonra yeməyim də planlandı. Hər bir şey saatla, vaxtla, görüşlərim, hər bir şey planla edirəm ki, qarışıq olmasın. Ay yadından çıxdı, ay nə bilim, nədir. Toyum varsa 3 gündən, 5 gündən sonra axşam toya çağırıblarsa, artıq hər bir şeyi məsələn ona uyğun edirəm ki, saat 6-ya qədər mən falan işlərimi bitirməliyəm. 6-dan sonra toya gedəcəm. Toydan çıxacam, sonra dostlarımla görüşəcəm 1 saat, 2 saat. Hər bir şey planlı şəkildə edirəm. Sizi daha çox tanıtırmaq istəyirəm yaxın, amma gözüm hazırda sizin o saatlara sataşır. Kolleksiyanızı yoxsa ki necə, istifadə etdiyiniz saatlar? Yox, kolleksiya bilirsiniz, xeyr. Mən o insanlar geyiminə, əşyalarına fikir verirlər. Deməli olur ki, məsələn, geyindiyim paltara uyğun saat taxıram, rənginə olsun. Nə bilim, kuşkama uyğun olsun, kostyumma uyğun olsun, normal gündəlik. Ancaq belə, hobbi deyəndə ki, xeyr, hobbi deyil. Yəni, hər bir geyimin necə bir insanın evdə məsələn 20 dənə, 30 dənə, 40 dənə köynəyi, şalvarı varsa, yəni onun əşyası da ona uyğun olmalıdır, saat taxımı və yaxud da ki, atkir. Onun içərisindəki eynəklərdə o 2 dənə var, qara böyük. Onlar hamısı eynəklərdir, hər ikisi. Onun üstündəki çamadanın için saatlardır, böyründə saatlardır, burada saatlardır. Günləri istifadə etdiyiniz. Bir 30-40 eynəkdir, bir 20 saatdır. Ümumiyyətlə belə də yəni hər bir şey. Öyrənmək istəyirəm ki, burada sizin maraq dairənizdə nədir ki, Kamil Zeynalov nəyə maraqlıdır? Mənim hobbim filmdir. Filmi sevirəm, daha çox boş vaxtlarımda film izləyirəm. Filmlərlə çəkilmişsiniz bu arada. Neçə film çəkilmişsiniz? Filmlər bilirsiniz, mən filmləri də çox çəkilməmişəm. Necə çəkilmişəm? Məsələn, komediya janrında filmlər olur, seriallar olur. Bir rolluq çəkilmişəm, qonaq kimi bir rolluq. Amma uzun-uzadı o filmlərə çəkilməyə mənim vaxtım, zamanım yoxdur. Gərək sənin vaxtın o setdə keçsin. Rejimsiz olursan, gündəlik. Mən idmançıyam deyirəm, mənim rejimim var. Və gedib filmə çəkiləndə artıq orada rejim pozulacaq. Avtomatik hər şey qarışacaq bir-birinə. Ona görə çox vaxtı onu qəbul etməmişəm. Qəbul edəndə bir rolluq qəbul etmişəm, qonaq kimi. O da 2 saat, 3 saat çəkib tamamlanıb. Bugün Kamil Zeynalovun, belə deyək də, arzulayıb reallaşdırmadığı, belə deyək, arzuları, planları nədir, hədəfləri nədir ki, hələ də onu reallaşdıra bilməyib? Bilirəm ki, çox pozitiv və aktiv auralı bir insansınız. Daim inkişaf etmək sizin məqsədinizdir qarşınızda qoyduğunuz. Yəni, insanın üzrə baxanda bir onun həyat tərzi, yaşam tərzi baxanda bilir ki, insanın hədəfləri hələ çoxdur, qabaqdadır. Yəni, bu nəyəsə nail olmaq demək deyil də, yəni Kamil Zeynalov üçün. Təbii ki, mən bu dəqiqə ən böyük arzularım, fikirlərim, planlarım övladımla bağlıdır. Nədir? Mən artıq məsəl üçün həyatda hər bir şeyin nətər deyim, yaxşısını görmüşəm. Hər bir şeyin həyatda dadına baxmışam, hər bir şeyi gəzmişəm, dolaşmışam. Hələ nədir ki, gəzəcəyik, yaşamışıq ki, bundan sonra da hər şey həyatın gözəlliyi bundan sonra da, amma yenə də bu öz yerində mənim öz planları, əsas yəni mənim şah planım övladımın təhsilidir, gələcəyidir. Gələcəyi necə görmək istəyirsiniz? Təbii ki. Hansı sənə peşənin sahibi olsun? İstəyirəm həkim olsun və yaxud da hakim olsun. Yəni belə görmək istəyirəm övladımı. Qızımın 14 yaşı var. Bəli. Sizdən yarım saat öncə getdi. Buradaydı. Siz oxşayır. Həyatdır da, o sudur. Allah xoşbəxt eləsin. Havadır. Bilmirəm necə deyim. İnsana nə lazımdır? İnsan nə ilə qidalanır həyatda? Ən əsas olmasa o insan yaşamaz da. O mənim üçün havadır, bir də sudur. Yəni onunla mən qidalanıram.
bayaqdan da bir sual verəcəm, danışırsa mən yadıma düşdü. Kamil deyir, sosial şəbəkədə hər şeyi göstərir. Məncə o cavabsız qaldı. İndi birdən yadıma düşdü. Bilirsiniz, bu sosial şəbəkə nə üçündür? Nə görə işlədirik? Burada hər gün 3-4 şəkil paylaşa bilmərik ki. Düz deyilmi? Təbiət qoynuna getdin, təbiətdən çəkməlisən. Məsəl üçün, gedirəm təbiət qoynunda bir video çəkirəm. Pomidor yumurta zat yeyirəm orada, peçin zatın yanında. Yazırlar ki, birinin evində var, birinin yoxdur. Ev ac olanlar var, səbəb fikirləşsən ki, mən yaxşı ki, bahalı yerdə oturub şey eləməmişəm. Bu kənd yeridir. Bu pomidorla yumurtanı hər kəs ala bilər. Hər kəs, hər kəs. Yəni adi sosial şəbəkələrdə nə eləsən də ona bir qulp qoşurlar. Amma qoşsunlar da kimə özləri üçün danışırlar. Xaricə gedirəmsə xaricdə mən keçirdiyim gözəl vaxtı göstərməliyəm. İdman edirəm, göstərməliyəm. Gəzdim, dolaşdım, onları sosial şəbəkədə göstərməliyəm. Mən tanınmış insanam. Cəmaət elə şeylər, hərəkətlərim var ki, yardım əsas. Deyirlər, yardım eləmə, niyə göstərirsən? Niyə göstərdim? Və nəticəsində nə oldu? Göstərdim ki, hər kəs bir olsun, birlik olsun və siz də eləyin. Ondan sonra yayıldı yardımlar. Bəli. Kamil bəy, belə deyək də, siz o yardım edən dönəmdə sizin haqqınızda çox mənfi rəylər səsləndi. Məncə belə düşünürəm ki, bunu sizin öz doğmalarınız deyil də. Yəni dost, tanış, yəni xalq olaraq mən bir xalqın nümayəndəsi, mən bilə bilmərəm orada söhbət nədən gedir. Yəni nə qədər yardım olmalıdır, belə deyək, biraz çox açıq danışmaq istəmirəm təbii ki. Amma orada çox belə söz-söhbətlər oldu, yəni utanc verici söz-söhbətlər oldu. Yəni o məkanın müharibənin adı belə insanda bir belə deyək də, yəni qorxu, itki, yəni can bahasına gələn bir addır da. Yəni siz o belə deyək, çətin dönəmdə o zonada olmağınız, döyüşlərlə yan-bayan olmağınız, yəni elə adamlar danışdı ki, təbii ki, arxadaydılar. Yəni utanmadan da belə deyək də, yəni çox çətin bir dönəm idi. Hər oğlun da işi deyildi ki də, oraya getsin, orada iştirak eləsin, nə bilim, onu oradan çıxarsınlar, belə deyək, qovsunlar, təzədən ora qayıtsın. Ay sağ ol, bəli. Bəli, siz bunu elədiniz və belə deyək, cəzasını da individuali də olsa cəzalan, amma buna razı oldunuz da, yəni. Bəli, əlbəttə. Amma onun bir iğnə aparsam belə, kiminsə bir istəyini ora yardımda aparsam belə, özü bir mərhəmət və böyük bir təşəbbüs idi. Amma sizin o təşəbbüsünüz belə deyək də, kölgədə saxlamaq istədilər, ləkələmək istədilər. Yaxşını üzə çıxartmadılar, görünməyən bir o da hamısı paxıllıqdandır da. Biz o dönəmdə, yəni bugünə kimi görürsünüz ki, biraz şayələr yubanmayıb, var. Görəndə bir tutalım da. Belə bir haqq hesab olmuş. Mən istəyirəm bir balaca, o səhnə verişinin formatı, yəni digər verişlərdən fərqləndirmək istəyirəm. Bir tanınmışı gözəl tərəfi ilə, yəni bu şəxsiyyət budur, biz bunu başqa cür verə bilmərik. Bu gözəl şəxsiyyət isə nə qədər tənqid olacaq. Zaten biz bilirik ki, bu reklamın anti-reklamı da var, reklamı da var. Bəli. Yaxşı his tərəfi də var, pis tərəfi də var. Belə deyək ki, elə anti-reklam olur ha, bir insanın nə qədər bir insanın itirəndən sonra dəyərini bilərsən. O anti-reklamlar ki, insanın üstünə gəlir. O dönəmdən sonra o insanın keyfiyyəti yenə də bir necə olursa olsun, yəni belə bir gülü, toxuma bir samanlıqda belə olsa, o oradan cücərib çıxacaq. Bəli. Yəni gül, qızıl gül kimi də oradan çıxıb özünü göstərəcək. Yəni gözəl insan belə bir şeydir. Nə qədər şər də yaxsan, bir o qaranlıqda bir işıq olacaq da. Yəni bəli, bəli. Bu həyat davam edir. Bu insan da kim nə qədər ləkələsinlər, onun mərhəməti, batıramayacaqlar. Bəli, əməlləri yenə də özünü göstərəcək. Yəni görünəcək ki, bu insan həqiqətən də realdır. Bu nəyəsə reklam xatirə deyil. Bunun insanlığı. Yaxşı da göstərmişəm. Bəli, yaxşı göstərmişəm. Tanışanlar özünüzün danışırlar. Bəli, hər danışanlar. Bugün səhnə damı verilişinin qonağı tanınmış, sevilən, belə deyək də, bir kəlmə ilə deyəcəm, el oğlu sözünəsin mənasında Kamil Zeynallı idi.